He is Uzair Nowruzov. Bu ad artıq Azərbaycanlılar qədər Amerikalılar da tanışdı. America's Got Talent şousunda insanları heyrətləndirmək üçün ona nə sehirbazlıq, nə rəqs, nə gözəl səs, nə də başqa fitri istedad lazım olub. And when I knew I had to face another day. Bir Charlie Chaplin geyimi, bir də nərdivan Uzi kimi tanınmağa başlayan Üzeyrin dünyanın ən məşhur şoularından birində yarımfinala çıxmasına kifayət edib. Bu isə təxminən 16 milyon izləyicisi olan AGT-də Azərbaycanlı Charlie Chaplinə 10 minlərlə və bəlkə də deyərdim 100 minlərlə Amerikalının səs verməsi deməkdir. New Yorkun məşhur saraylarından Radio City Music Hall'da keçirilən son şouda Üzeyri Amerikanın səsi də müşayiət edib. Şoudan sonra onunla söhbətləşmək imkanımız oldu. Salam aleyküm, çok sağ olun. Gəlib tamaşa kimi oturub baxdınız. Birincisi Azərbaycan dilinə sərbəst danışmadığım üçün bağışlayın. Sözünüzü buraya hazırlaşmaq mənim üçün çox çətin deyildi. Ona görə ki, bəlkə də axırıncı 15 ildir neçə səhnələrdə iştirak edirəm, yəni işləyirəm. Sonuncu şouda 6 metr hündürlükdə nərdivanın öhdəsindən gələn Üzeyir böyük riskə getdiyini etiraf edir. O deyir ki, dünya rekorduna imza atmaq istəyib. Mənə elə gəlir ki, bu hündürə heç kim çıxmayıb hesaba. Özünüz də yoxlaya bilərsiniz bəlkə də. 18 fit nərdivanı. Birincisi sözünüzü 20 düzəltmişdim. O lap ağır idi. 2 fiti kəsdik, ona görə ki, gödəkləşdirdik, ona görə ki, podiyomu deyil. Elə arzum buydu ki, bu səhnədə şikayət edəyəm, elə şükür Allah qorudu. Mənə elə gəldi ki, olimpiyadada oturub dünyanın ən maraqlı atletini izləyirəm. Şounu canlı izləmiş biri kimi deyim ki, zaldakıların hamısına belə gəlirdi. Hər kəs Üzeyrin hər an yıxıla biləcəyini düşünürdü. Mənim özüm səhnədə oturub tamaşaçı kimi baxanda, səhnəyə baxanda kimsə 20 metr olmur 100 metrə çıxsın trosla, mənə o maraq deyil. Ona görə də istədim ki, qoy olsun trossuz. Sözünüzü çox risk elədim. Üzeyir Novruzov sirk sənətinə necə gəlməsindən də danışır. Sovetski Soyuz vaxtında elə bir ki, atam anam köçüblər, ailəmiz köçüb Rusiyyada böyümüşəm mən uşaqlıqdan. Atamın arzusu idi ki, uşaqlar elə bir ki də muzikant olaraq, artist, konkretli sirk artisti yox. Belə gətirə qismət, Allah yolumuz belə açdı. Sözün düzü əvvəldən atam, böyük qardaşım sirk училищdə getmişdi, orada oxuyurdu. Sonra atam köməkliyi ilə mən də getdim. Oraya qəbul oldum. Bəs Amerikaya necə gəldin, çıxdın? Amerikaya mən çoxdanan yol basılıbdır. Bəlkə də 2000-ci ildən bəlkə də belə. Balaca, belə böyük proyekt yox, balaca kontraktla, elə ki, belə bir sirk var. Burada elə New York'un öz sirkidir. New York Big Apple Circus deyirlər. Qabaqdan New York'un adı Big Apple'dır, elə onun adına gedir. Oradan işləyəndən sonra sviyaz alındı, belə ayrı maraq yaratdılar, belə burada işləyə sonra green card edildilər. Big Apple sirkindən sonra elə bir ki, burada ayrı bir sirklərdə işlədim. Sonra elə onlar məni audition'a çağırdılar, sirküsəli. Amerika'da çeşdi. Onların xoşuna gəldi. Çağırdılar məni bir dənə şovda başlı 12 işləmişəm. Bəlkə də bir il buna qabaq tutarmışam. Ona görə ki, ailəmlə biraz çətinlik oldu da ki, çamadan həyatımda biraz yoruldum. Hazırda Las Vegas'ta yaşadığını bildirən Üzeyir, əkiz qız övladlarının olduğunu və onların ABŞ-da dünyaya göz açdığını deyir. I love to be a father because those two angels, they're my soul. My family gets so nervous when I'm on the ladder. New York küçələrində artıq Üzeyrin populyarlığını hiss etmək mümkündür. Onunla söhbətim zamanı bir neçə nəfər hətta söhbətimizi kəsib Üzeyirlə şəkil çəkdirdi. Söhbətimizi ara verib onların şəklini çəkməli oldum. There you go. You're very talented. You're very, very talented. Uzair!
Elə Üzeyrin bütün çıxışlarında da həm münsiflər heyəti, həm də auditoriya onu ayaq üstə alqışlayıb. Tamaşaçının ayağını qaldırmaq asan deyil. Heç vaxt gözləmirsin. Sözün düzü, bilirdim ki, nömrəm hər səhnədə 35 keçir. Belə, nətər deyim, tanınmış jüri onlara maraq yaratmaq, belə ayaq üstə qaldırmaq onu gözləmirdim. Bizim daha belə böyük sürpriz oldu. Son şovda sən bildirdin ki, artıq bu sənin nərdivanlarla sonuncu ifandır. Bundan sonra daha fərqli nömrələrə üstünlük verəcəksən. Növbəti sürpriz nədən ibarətdir? Belə də, deyim müəllim, belə çoxlu, internetdə çoxlu məni izləyənlər var. Yəni ki, fanat deyirəm, nətər. Üçüncü dəfədir, nərdivana çıxdığım üçün onlara da elə bir ki, söz verirəm ki, bəziləri deyil, yəni ki, maraqlıdır, amma mənim ayrı cür talantlarım da var. Ona görə də hamı gözlüyü nəsə təzə göstərəm. Bəlkə də prodüser, onlar bəlkə yenə istərlər. Yenə bir yerdə söhbət edirik, nəsə qərar edərik. Yenə deyirəm, çalışana qədər istəyərdim ki, təzə nömrə gətirəm. Demirəm aslını, amma nərdivandan yəni az maraq yaratmayacaqsın. I'm Uzair. I grew up in Russia. Now I live in Las Vegas. ABŞ-da populyarlığına baxmayaraq Üzeyir Novruzov tənqidlərlə də üzləşir. Xüsusilə də azərbaycanlıların tənqidi ilə. Bir çox azərbaycanlı sənin videolarının şərh bölməsində yazaraq sənə tənqid edirlər. Bildirirlər ki, sən azərbaycanlı olduğunu danırsan, azərbaycanlı olduğunu şovda heç zaman bildirmirsən. Bunu necə izah edərdin? Düzgün fikirləşmirəm. Ona görə ki, sözün düzü həmişə heç vaxt mən gizlətmirəm. Kökümü gizlədə bilmərəm. Bilirəm ki, mənim orada qohumum çoxdur. Anamın özü orada yaşayır. O barədə söhbət ola bilməz. Mən heç vaxt onu gizlətmirəm. Sözün düzü, pastayanla çalışana qədər deyirəm ki, Azərbaycanım. Bəzi yerlərdə, bəzi yerlərdə, sözün düzsələrin özündə də. İstəyirdim ki, Azərbaycan bayrağı asılar, orada bayraqlar asılar. Getmişdim ofisə ki, nətər və bütün bizdə də 25 ölkənin bayraq asılır. Mən də Azərbaycan istəyirəm. Dedilər ki, ofitsialni qaranı qırajdansan orada sayılır. Mənim pasportum ofitsialni rus pasportu olduğuna görə ona görə də belə aldım. Manatlarla görüşəndə burada Amerikada mən çalışana qədər bildirirəm ki, mən Azərbaycanlıyam. Yavaş-yavaş Azərbaycan bildirir özünü. Ona görə də mən də çalışana qədər bildirirəm ki, mən Azərbaycanlıyam. Bilsinlər ki, indi orada da efirdə özləri nə cür çıxardırlar, mənim orada kontrolum yox, o mənlik deyil. Yəni orada... Amma sən orada Azərbaycanın olduğunu bildirmirsən. Əlbəttə ki, 100%. İki dəfə evimizə də gəlmişlər, Las Vegas'da orada bizi çəkirlər. Orada da xahiş eləmişəm ki, bunu kəsin. Yəni ki, bunu göstərə bilsəniz, orada yəni anama də xoşdur. YouTube'da baxa bilərsiniz ki, axırıncı şovda altdan yəqin yazılmalıdır ki, Üzeyir Azərbaycanda olubdu anadan. Çalışana qədər sözün düzü pastayan işlədirəm ki, mən Azərbaycandanam. Ona sual yox. Görürsən ki, mən onu istəyirəm. Saçım qararım. We'll see you in the semi-finals, Uzair. Thank you very much. America's Got Talent şousunda qalib olacağı təqdirdə Üzeyir Novruzov $1 milyon mükafat qazanacaq. Bəs görəsən Amerikalıların sevimlisinə çevrilmiş Üzeyir buna nə dərəcədə inanır? Bu barədə axırıncı fikirləşdim. Onu görə ki, tvorчество уже itir. Sən burada pul dalınca qaçırsansa, bilir ki, sən burada başa işsən də, orada qismətsə, Allah elə gətirsə, yəni utsam, belə deyil ki, mən milyonu mənim cibimə qoyarlar. Yox, burada çox kontraktda çox nüanslar var. Yəni ki, bəlkə də köməkli ilə bir yerdə şov düzəldə bilərik. Allah qoysa, onda yəni ki, asta elə bil ki, mən pasientlərimi götürürəm. Başa işin burada çox konkret elə bil ki, pul dalınca ona görə də mən qaçmıram. Qalib olsa da, olmasa da Üzeyir deyir ki, bu şovda iştirakı onun karyerasına çox güclü təsir göstərməkdədir. Artıq onu dünyanın bir çox ölkələrinə şov göstərməyə dəvət edirlər. Üzeyir isə hələlik növbəti mərhələnin hazırlıqlarına tələsir. New Yorkdan Amerikana proqramı üçün Emil Quliyev, Amerikanın səsi.